Salam hörmətli TV1 tamaşaçıları. Kanadalı Azərbaycanlılar proqramı efirdədir. Bu ilki Novruzun, baharın vətənimizdən uzaq torpaqlara gəlişi qarla, boranla müşayiət olsa da, həmvətənlərimiz milli bayramımızı çox istiqanlı, sevinclə, toy bayramla, Novruz adət, ənənələri ilə qeyd ediblər. Həmin mərasimlərdən görüntüləri təqdim edirik sizlərə. Novruz gəlib, yaz gəlib, qəlblərə avaz gəlib, bəzəyib al xonçasın, qızlar gülün qonçası, bəzək verib süfrəyə. Şənlik tutub hər yanı, can vətənə tayhanı, olsaq da biraz uzaq, sizləyik, bir yoldayıq, milli Novruzumuzla can Azərbaycandayıq. Hər il olduğu kimi, bu Novruzun gəlişini də bütün çərşənbələri, el adət ənənələri, xonçaları ilə Kanadalı Azərbaycanlılar çox böyük coşku ilə qeyd etdilər. Bayram hələ də davam etməkdədir. Axı bu tərəflərə baxar biraz gec gəlir, gecikir. Odur ki, al-əlvan, boşaldıqca dolan xonçalar süfrələrin başında baharın pişvazındadır. Tonqallarımız da çıtır-çıtır Toronto gecələrində işıq salmaqdadır. Dolu-dolu papaqlar süfrələrə bir özgə yaraşıq verdi. Bayram şirniyyatları quta şəkili qablamalarda doğrudan da göz oxşayır. Vətəndən uzaqda olanda bütün bu ənənələrin ləzzətli dadı bambaşqa olur. İndi də meydan uşaqlarındır. Azərbaycan dili sinifinin şagirdləri bu Novruz bayramını xüsusi təntənə ilə qeyd etdilər. İnanın, rəqs müsabiqəsi olsaydı, Kanadalı Azərbaycan xanımları birinci yeri tutardılar. Novruz paylaşmaq, birlik bayramıdır. Hər il Azərbaycanlı ailələr bir məclisə yığışıb, beləcə bayram qeyd edib, gələcək nəsillərə örnək göstərirlər. Novruz payından Kanadaya yeni köçən Azərbaycanlı ailələrə də pay düşür. Bayram bayrama qovuşaraq, Novruz bayramı müqəddəs Ramazanla birgə döydü qapılarımızı. Süfrələrimizə ruzi bərəkət, yallı rəqsi isə ruhumuza vətəndən uzaqlarda olsaq da, onun yolunda birləşib bir olmağı dilədi. Əziz həmvətənlərimiz, dünya Azərbaycanlıları, bayramlarınız bir daha mübarək olsun.